Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi rayon ictimai tərəfindən ziyarət edilib. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə və müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edərək önünə gül çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Ehsan süfrəsi təşkil edilib, dövlət himni səsləndirilib, daha sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyətinin sayəsində mümkün olub. Rayon İcra Hakimiyyəti başçısı qeyd edib ki, xalqımızın ümumilli lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial lider kimi mübarizə rəmzinə çevrilən möhtərəm prezident Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad edilib. Zəfər salnaməsi tarixdə öz layiqli yerini alıb. Bildirib ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaq. Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub və Ulu Öndər Heydər Əliyevi ilə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən Azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSR dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halını daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qeyd edək ki, Ağsu rayon ictimaiyyəti tərəfindən gün ərzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül çiçək dəstələri qoyulub və Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Nizami Rəsulov, Vaqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.